Herkese salam, kanalıma hoş geldiniz. Sosial şəbəkədə məşhur bloger olan Ayma, qaynanası ilə maraqlı videolar paylaşıb. Həmin videoları bir araya yığdım. Buyurun izləyək. Belə paylaşımların daha çox gəlməsini istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Qaynana. Deyir, qaynana, nə bilim vurdum, dişi çıxdı, belə bir məsəl var. Sən de dana qocasan, o zamanın məsələləri var idi, ha. O zamana məsələlər mənim yadımda durar, vay bana. Heç dad, bu arvad tova keçmişdən heç nə bilmir. Mən bundan çox... Yaxşı da bunu başım... Bər bax, indi mən gəlinlə nə tər rəftar eləyim ki, gəlinlə yol edək də sənlə mən kimi. Nə tər danışayım gəlinlə? Gəlinlə elə danışıyla. Həncər. Rəxsanla, gənə deyirəm. Həmişə rəxsanla. Görən gözün görmüşək biraz. Bu. Uzun dilim biraz göndərəcək. Bu. Eşidən qulağı biraz eşitməyəcək. Bu. Hə, biraz da rahatsa. Oğlun xətrinə yola verəcəksin. Bu. Yox. Sən eləmələdin məni. Hə, nə elədim, yoxsa? Mən nə harmışam sana? Bu. Məni mi deyirsən? Qaynananın arvadı olur, oğlun arvadı olur gəlir. Bu. Bax gəlinə də belə dərs. Qalıq bu sufranı yıxışır. Halal olsun sana. Bax gör bu zamana gəlin stol belə qalır mı? Yığacamdan indi nə deyirsən ki, yavaşsın? Allah qoysa, Allah yarıyandan eləsin. İndi gəlin cəhdin. İndi biləcən qaynananın qədrini. Gör indi gəlin həncəridir. Mənim gəlinim heç mənim ağzımdan söz çıxmamış, qalxıb yığıyır, Sən tovar. niyə yığmırsan sən? Mən daha önce əkələşmişəm. Qalxır. Daha mən qaynanayam. Yox. Mən qaynanayam daha. Stuldan dur yığ verin. Qalx sən git sən zaten. Nə bax? Uy maşallah. Daha qaynanayam da, mənim də statusum qalxıb. Yox, mən səni, hələ sən, hələ neçə gəlin gətirsən? Köfte. Bir həftənin gəlini, qaynana. Mən təzəyəm Yaş sizə. birləşmə, mən yıxarım, birləşmə. Niyə yemirsən, yoxsa deyiləmə. Yox. Bu saçaqları yıxıq deyəcəm, çıxacaq onda qalacaq. Tüpəsini tutarıq ki. Yaxşıdan yığacam, əyləncə eləyirdi Allah. Qaynana. Tərpən. Bax elə. Allah deyirəm. Nə yaxşı burada yanındasa duyam Allah günüm. Həzət ki. Tutar. Yanımda olsan sən elə gəlin qayracıydım. Axtafanın yerindən salıb nəzinin dünyən çıxardacıydım. Oxluğu gətirəm mi? Onda bilək. Sabahın xeyir ana. Sabahın xeyir bala. Bu zamanda gəlin qalxar mı? Nə zamandır ki? Nə zamandır ki? Nə zaman 4 saata bax ilə. Bilmirəm, qalxıb bir ses olmasa sabah havasını alsan, bir o yeşil yıxsan. Mən də içəri girəndəyim, Allah sana şükür, haçı elə önümdə bir gəlin var. Yaman faraş qalıqmışam deyirsən, eləmi? Hə, faraş qalxırsan. Saat neçədir ki? Yaman tez qalxırsan, get biraz da yat. Gedim ailən, gedim yatım. Get, otlas, haydi. Qoysan gedəm yatam. Saata bax, nə saat 11'dir. Axşam sıçanandır, qırşadaşıq qaşıq qoymadılar yatmağa. Yoxsa telefondan başın qarışmışdı. Yox, elə telefon yox, gecə sıçana dərman qoymadığmışıq, qaşıq, meyrət olar, nə yaxşı sıçana. Telefondan nə yaxşı olub işdirsən. Gülürsən bana, vallahi gülürsən. Ay Nazanı, gözün aydın olsun, ağrın alimaz, nəvənə toy oldu, az xoşbəxt olsun, yarayanlardan olsun. Nəvələrim üçün. Xalaları ona qurban olsun, xalaları bax, mən xalası. Allah xoşbəxt eləsin. Allah Şuma videodur, qaynaşma. Ay qızım, görürəm təzdən sən qaynanəli eləmək istəyirsən, ha başı yalandır, başarmazsan. Yalan eləmişəm. Gördün. Əgər qaynanəli eləyirdinsə, şıvabri niyə hərrəmirdin? Hər yeyəcəm. Hər yeyərsən. Qaşıq elə çırpdın, hələ görək düşdün. Yox, eləmə, bu yaxşı gəlindir, yaxşı qızdır. Neçə elin gəlinidir. Sən qulaq asma, heç kiməsinə, bax mənəm yanında. Sonra şıvabra tərsinə çörürlər. Şöyle yanımda, Allah aşkına oğlum ki yanımda. Bax sən onun söylüyorsun. Oğluna xəlvətə salıb səni bir gün tutacaq. Dayan, tən az. Bir dənə şey eləyərsən, onu xəlvətə salarsan. Yazıq deyil. Allah xoşbəxt eləsin. Yox ağrın əlim, yaxşı gəlinin var, yaxşı oğlun var, yaxşı nəvələrin var. Allah hər şey özü də çatqudu arvadsan. İki kəlmə dədə baba sözü danışa bilmir. Yaxşı Onun misallar məsələlər elə bilsin xanımın qızı döy. Ha? Dədə baba söz danışan gərək səni boşadalım. Sən boşasan da biz qoyarıq mı boşamağa? Bizim qohumuz da ora görə qoyarıq. Çıkmışdır, son işələmə. Başını sürmüşdür.
olsa pencere pişirirsin. Ancak o sıçrar tersin o elbise okur. Ha? Ne dediğim başa düşmedim. Eşitmedim, mahniye kulak asıyordum. Niye? Görək pişirirsən, pişirirsən. Nə pişirirsən? Ay demədim mi gələndə zəng elə? Elədim çağırmaqdan yoruldum. Ay nə bilim, sən xabar eləmirsən. Nədən necə yeyirsən? Xabar eləylə ki, gəlirəm. Sonra deyirlər ki, qaynana zulumdur, gəlinlə yolu etmir. Telefonla onu, çay demir, çay içir. Hələ xamır da yeni yayır. Qab qaşıq da orada sərlidir. Hə? Yük qabları yük, Allah Anlı halasını ben de öyle. Həncər telefonla olursan elə yürü. Həncər pişir qabama qoy yiyəcək. Çayın dəcalanmış. Okan o çayını sinirsin. Yaxşı, ot bir stəkan çay, bir dəqiqə su zat. Arkada çay içilərmi? Ələ su qoy elə. Tez ol. Nə bakıyorsun? Sən süzənmə? İstəmirəm mən gəlmişim. Yaxşı. Çörək yaşalı, bir sekin tük. Ala. Gedib qapılar gəzir, özlərində hayına harayına baxsana. Gələrək ver də bir soğanı soy yağı. Almelək verəm mənə. Telefonla oynamaydı, oxulursa qayırsa çalırsan. Siləşmə, mildən ona qoymasın. Sən də yaxşısan ver. Allah. Geldi benim. Ala, bu nasıl, ala, bu nasıl? Ay, təmizdir, değil mi? Təmizdir. Təmizdir də Nasıl sabah. olsa sonra təmizdir. Təzə nəsil, qalx ayağa, ala bunu götür. Lezzeladan sonra ne zaman Əgərə işliyor? başını hər yer bu. Qaynan oldum özüm canım. Yeri. Bax elə, əlim qolum ağrımasın. Ay, gördün indi parılıyır. Özcəmət deyir, qoca ət gözünü yaxşı görürlər ki, nə etsin, nə ət görürlər. Hə, Yaxşı, apar. yaxşı. Apar. Deyirəm, bu sütünü yaxşı varmış. Allah bir aydan sonra mənim ki, boş yaşayacaq. Özümə baxıb. Ayrımız ursa durdu. Hacıya nəyə cavabsan, nə arırsan? Anamdan xəbərsiz, anam bu səs gələcək. Ay, nə calyasıyam, bol ağacını götürüb bolu silmişəm, gəlib ki, bütün ləkədir. Anam Yalan mı deyir, deyirəm? Yalan mı deyirəm? Bax, bununla sil təmiz olsun. Hə? anam nə deyir, düz deyir. Ay sağ ol. Səndən mən yaxşı saxlayırım. Gəldin təmiz, hər yeri ləkələdin. İndi də ağzını tutup çıxıb gedərsən. Mən nə elim qurlar var? Yaxşı da belə siləşən. Silsillər. Ləkə görünmür. Qanırdan çıxmır. Görmürüm. Bax, indi özün bax, görünür mü, görünmür mü? Bax, adrena bax, orada var, ha, stolun yanında var. Bax, burada var. Bax elə. Ay, bax elə tanı. Sonra da Tamam, deyirəm. Əziz və hörmətli qaynənə, açıqlaya bilərsinizmi, siz toya niyə gəlməmişdiniz? Sizi gəliniz mi qoymamışdı, yoxsa özünüz mü istəməmişdiniz? İndi insanlara məlumat verin. Gəldim, ona iş var, özüm getmədim. Samaryota dayanamıyorum, qoca adamam, yoldaşım qocadır. Onun içine da verib gedə bilərdim. Mən heç getmədim ona görə. Amma söz söhbət yaradirlər ki, deyəsən Ay, ayman sağ ol. qorxusundan gəlməyibsən. Ya. Ətraflı məlumat verin. Mikrofonu əlinə alay xala. Mikrofon. Axılı toya niyə gəlməmişdin? Ona görə getməmişdim. Və yoldaşımı qaynatan kimə tapşırıydı? Açıqladın, açıqla. De xalqa, de xalqa, de. Xalqa deyirəm də, xalq başa düşün məni, qoca adamam. Yoldaşım qoca, mən qoca, Allah mübarək eləsin. Birinci samalyotda heç vaxt minməmişəm, nə də minəmərəm. İkincisi də yoldaşımı qoyub, mən heç ana gedəmərəm. Allah razı olsun. Hə. Deyirəm ki, bu yollar cana nə yaxşı bağlanıbdır. Bir yerə gedəndə sıraz gəlir ki, bu kletkaca bircə belə sumka olacaq, gəldi, bu çıxdı. De, aç görüm qızlara səni öndərir. Sən açsan ilə eləyəm, sən aç. Elə görüm nə var, bunun içində Evet. qaldırılası iş deyil. Tərpən verirlər. Salat sadıdan al gəlin, salat. Gərək bunu yoldan bu göndərələrmi? Bəlkə biz gəlməyəcək, ondan olacaqdı. Sən gəlmədin, o da pişirib qarədin. O da incindir. 99 bankadan çox paket var. Fikir verin. Əsas sumka olsun, da paketlər pişirlər, sumka olsun. Deyirəm, nədir yollar açıq olanda gəlirdilər ki, abala bir baş pendir qoyun, 1 kilo yağ qoyun, gəlirdi bir belə sumka. Haq yollar nə bağlıdır? Yaman yaxşı bir şey. Bələ, elə mi gözəl? Gəlirdilər, torbanın içinə doldurur 1 kilo ballı qanfet. Get.
Ay.